Salam 102 Xəbər Info və Inform Xəbər TV YouTube kanalının izləyiciləri. 102 Xəbər Info və Inform Xəbər TV YouTube kanalına daxil olan bir məlumatı sizlərə təqdim edirik. Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbdə Nüşabə Seyfullayeva rüzgarı. Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Seyfullayevanın rəhbərliyi altında fəaliyyət göstərən təhsil müəssisəsi son illərdə müxtəlif tənqidi baxışlara obyektinə çevrilmişdir. Valideynlərin, müəllimlərin və bəzən şagirdlərin narazılıqları artıq səssiz qala bilmir. Təhsil cəmiyyətin bünövrəsi olduğu halda bu cür rəhbərlik problemləri ictimai diqqətdən kənarda qalmamalıdır. Ən çox səsləndirilən iradlardan biri məktəbə qərarların qeyri-şəffaf şəkildə verilməsi ilə bağlıdır. Müəllim heyətinin bir çox üzvü, tədris yükünün bölüşdürülməsi, təmir işlərinə ayrılan vəsaitlərin istifadəsi və məktəb daxili qaydaların tərtibi zamanı direktorun tək başına və əsaslandırılmamış qərarlar qəbul etdiyi bildirilir. Belə idarəçilik üslubu müəllimlərin motivasiyasını mənfi təsir göstərir və kollegal iş mühitini zəiflədir. Müəllimlər arasında qeyri-bərabər münasibətin mövcudluğu, bəzi pedaqoqların haqsız yerə üstünlük əldə etməsi və digərlərinin isə kənarlaşdırılması halları da ciddi narazılıq doğurur. Bu cür münasibətlər müəllim kollektivində parçalanmaya səbəb olur və təhsil prosesinin keyfiyyətinə birbaşa təsir göstərir. Təcrübəli və peşəkar müəllimlərin fikirlərinə məhəl qoyulmaması, onların təşəbbüsünün dəstəklənməməsi məktəbin intellektual potensialını zəiflədir. Son vaxtlar valideynlər arasında da narahatlıq artır. Onların bəzi şagirdlərə qarşı qeyri-obyektiv münasibət, bəzi müəllimlərin davranışlarına qarşı məktəb rəhbərliyinin səssiz qalması və ümumilikdə məktəbdəki nizam-intizam zəifləməsindən şikayətlənir. İctimai əsaslarla yaradılmış valideyn komitəsinin fəaliyyətinə müdaxilə edilməsi və onların səlahiyyətlərinin məhdudlaşdırılması da ciddi tənqidlərə səbəb olub. Baxmayaraq ki, son illər məktəbin binasında müəyyən təmir işləri aparılıb. Bu işlərin keyfiyyəti və vəsaiti necə xərcləndiyi sual altındadır. Təmir işləri ilə bağlı şəffaf hesabatların təqdim olunmaması valideynlər və müəllimlər arasında narahatlıq doğurur. Kompüter otaqları və laboratoriyaların vəziyyəti müasir təhsil tələblərinə cavab vermir. Bu da şagirdlərin innovativ bilik və bacarıqlarını əldə etməsində maneə yaradır. Məktəbdə yaradılan sosial-psixoloji mühitin zəifliyi həm şagirdlərin, həm də müəllimlərin emosional durumuna təsir göstərir. Psixoloq xidmətinin formal şəkildə fəaliyyət göstərməməsi, şagirdlərin və müəllimlərin ehtiyaclarının dinlənməməsi məktəb mühitində ümumi narazılıq yaradır. Direktordan gözlənilən isə belə narahatlıqların qarşısını almaq üçün effektiv tədbirlər görməkdir. Qeyd edək ki, Nüşabə Seyfullayevanın rəhbərliyi dövründə Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbdə üzə çıxan bu problemlər təəssüf ki, təhsil mühitini zədələyir. Bu təhsil müəssisəsinin uğuru yalnız binanın mövcudluğu və şagird sayının çoxluğu ilə ölçülmür. Əsas göstərici oradakı tədrisin keyfiyyəti, pedaqoji mühit və idarə etmənin effektivliyidir. Bu səbəbdən aidiyyatı qurumların vəziyyəti araşdırılması və zəruri islahatlar aparılması zəruridir. Təhsil bir xalqın gələcəyidir. Ona görə də hər bir məktəbə şəffaflıq, ədalət və inkişaf yönlü idarə etmə prinsipləri hökm sürməlidir. Əks halda belə məktəblər cəmiyyətin inkişafına deyil, durğunluğuna xidmət etmiş olar. Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq. 102 Xəbər Info və Inform Xəbər TV rəhbəri Azər Xudayaroğlu. Mətni səsləndirdi 102 Xəbər Info, Inform Xəbər TV'nin efir aparıcısı Aylin Şanidar.